Gəlin maraqlı bir mətn üzərində işləyək, mətni tərcümə edək, eyni zamanda mətni yazılı şəkildə görək, əgər yeni sözlər varsa onları öyrənək, həm də yeni mövzuyla tanış olmuş oluruq, həm də eyni zamanda dinləyərkən sözlərin düzgün tələffüzünə xüsusi diqqət edək. Başlayaq. Kids spend hundreds online without asking parents. Yəni uşaqlar without asking parents valideynlərindən soruşmadan onlayn şəkildə yüzlərlə spend hundreds yüzlərlə tutaq ki manatmı, dollarmı, neysə pul xərcləyirlər, yüzlərlə pul xərcləyirlər. In 2020, there was a story in the news about a one-year-old child who had accidentally ordered some onions online. 2020-ci ildə xəbərlərdə bir yaşlı uşağın təsadüfən onlayn olaraq soğan sifariş etməsi haqqında bir hadisə olmuşdu, bir hadisə var idi. The little girl had been given her dad's phone to play with. She bought a pack of 3 onions and had them sent to her house. Balaca qıza had been given, verilmişdi. Atasının telefonu oynamaq üçün balaca qıza verilmişdi. O 3 ədəd soğan paketi almış və onları evə göndərtmişdi. Yəni başqası tərəfindən göndərilmişdi. Soğan evə göndərilmişdi. Qızın sifarişi ilə. Balaca qızın. Because of the cost of delivery, those 3 onions cost the man about $26. Çatdırılmanın qiymətinə görə, çatdırmanın xərcinə görə həmin 3 soğan deyək, 3 soğan 3 onions demək, 3 kisədir yəqin ki bu. 3 kisə soğan kişiyə $26 başa gəlmişdi. And according to a new survey, 31% of parents say their child has bought something online without permission. Və yeni sorğuya əsasən valideynlərin 31% deyir ki, onların uşağı icazə almadan onlayn nəsə alıb. And many of them have spent a lot more than $26. Və onların çoxu da $26-dan çox pul xərcləyib. In fact, the average amount that children had spent was $170. Faktik olaraq, yəni əslində uşaqların xərclədiyi orta məbləğ, orta hesabla məbləğ $170. Almost 20% of parents said their child had spent more than $300. Demək olar ki, valideynlərin 20%-dən çoxu deyib ki, uşaqları $300-dan çox pul xərcləyib. Talker Research spoke to 2,000 US parents of children aged 18 and under who live at home. According to Deməli, Talker Research belə bir yəqin ki qurum var, evdə yaşayan 18 yaş və daha kiçik uşaqları olan 2000 Amerika Birləşmiş Ştatlarından olan valideynlərlə danışıb. Talker Research yəqin ki bir tədqiqat şirkətidir, nəysə. Tədqiqatla maraqlanan, yəni hər hansı bir mövzu ilə maraqlanan tədqiqat eləyirlər onlar, maraqlanaraq sorğu keçirirlər. Deməli, onlar danışıblar 18 yaş və daha kiçik uşaqlarla. Uşaqları olan, daha doğrusu 2000 Amerikadan olan valideynlə danışıblar. Bağa keçdi. Talker Research spoke to 2,000 US parents of children aged 18 and under who live at home. According to the survey, they bought things like video games and clothes, as well as smartphones, watches and computers. Deməli, sorğuya əsasən uşaqlar video oyunlar, geyimlər, həmçinin smartfonlar, saatlar və kompüter kimi şeylər alırdılar. Some parents even said their children had invested in cryptocurrency. Cryptocurrency hətta. Bəzi valideynlər hətta uşaqlarının kriptovalyutaya da yatırım etdiyini deyiblər. But this was likely done by teenagers and not one-year-olds.
Amma bu, yəqin ki, bunu 1 yaşlı uşaqlar yox, yeniyetmələr eləyib. Teenagers. The problem, according to experts, is not only that parents are not checking what their children are doing online, Aha. Mütəxəssislərə görə, according to experts, mütəxəssislərə görə problem təkcə valideynlərin uşaqların onlayn nə etdiklərini yoxlamaması deyil. Valideynlər həm də parents are also not teaching children about managing money. Valideynlər həm də uşaqlara pul idarə etməsi haqqında öyrətmirlər. About managing money. Pul idarə etmə haqqında öyrətmirlər. And many US children have a lot of money. Və çox Amerikadan olan uşaqların çox pulları olur. The survey found that on average, under 18s get an allowance of $119 per month. Aha. Və tədqiqat sorğu onu müəyyən eləyib ki, orta hesabla 18 yaşdan aşağı uşaqlarda ayda $119 allowance cib xərci, yəni xərclik verirlər onlar, valideynlər tərəfindən onlara verilir və ya onlar alırlar. That's enough to buy a lot of onions. Bu soğan almaq üçün, çox soğan almaq üçün kifayət qədər puldur. Yəni bu pulla çoxlu soğan almaq olar. Burasını yəqin ki bizim gülümsəməyimiz üçün yazıblar.